Hər vaxtınız xeyir olsun, əziz izləyicilərimiz, dinləyicilərimiz. Bugünkü Tek Nəsli podkastında sizləri xoş gördük. Mən Xəyalə Fətullayeva və mən Leyla Seyidzadə. Bugün çox maraqlı bir mövzuda sizin qarşınızdayıq. Qeyd edim ki, Tek Nəsli podkastına 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, eləcə də Women in Tech Azərbaycandakı nümayəndəliyi ilə birlikdə baxırsınız. Və mən bugünkü qonağımızı təqdim etmək istəyirəm. Bugün studiyamızda Tariyel Ağazadədir. Tariyel Ağazadə tech blogerdir və eyni zamanda Tedroid Media şirkətinin co-founderidir, həm təsisçisidir. Tariyel, xoş gəlmisiniz. Sizi salamlayırıq. Çox sağ olun ki, bugün bizimləsiniz. Çox sağ olun Leyla xanım, həmçinin də Xəyalə xanım dəvətiniz üçün. Bugün düşünürəm çox maraqlı söhbət edəcəyik. Tariyel, biz sizi artıq çoxdan tanıyırıq və fəaliyyətinizi çox yaxından izləyirik. Maraqlı, həm də sevindiricidir ki, texnologiya sahəsində artıq bizim ölkəmizdə kifayət qədər professional insanlar yetişir ki, onlar cəmiyyəti maarifləndirir, blogerlik edir. Mənə maraqlıdır ki, sizin bu sahəyə gəlişiniz necə oldu və necə ilhamlandınız və bu sahə sizi necə həvəsli saxlayır getməyə bu istiqamətdə? Mən özüm xasiyyətcə həmişə diqqət mərkəzində olmağı sevən adamam və həmişə istəyirəm ki, hər hansı bir mövzuda insanların diqqətini çəkim və həmçinin də texnologiya sahəsinə marağım, bu ikisinin birləşməsi məhz bu mövzuda insanlara məlumatların, məhz texnoloji yenilikləri çatdırmaqda, necə deyirlər, birləşdi və mən məhz artıq 5 il olar ki, bu sahədə məhz texnoloji influencerlik deyək, texnoblogerlik deyək ki, insanlara məhz ən son texnoloji yeniliklər, Azərbaycanda startap və innovasiya ekosistemində baş verən hadisələr haqqında daha sadə və daha anlamlı şəkildə məlumatlar ötürməyə çalışıram və çox şükür ki, böyük izləyici kütləmizin məhz bir nəticə olaraq göstərə bilərik ki, bu bizdə alınır və elə oldu ki, məhz son 3 ildə biz bu fərdi texnoblogerliyi məhz bir rəsmi olaraq bir media şirkətinin qurmağa başladıq və Tedroid Mediada elə quruldu ki, biz hal-hazırda Azərbaycanda nümayəndəliyi olan istənilən böyük qlobal texnoloji brendin, necə deyirlər, tərəfdaşıyıq. Tariyel, indi mən öz sualımı verim. Siz hiss eləyirsiniz də burada artıq, yəni ki, bu studiyada, bu podkastda biraz ab-hava başqadır. Burada xanımlar sizin sual ateşinə tutacaqlar. Və əlbəttə ki, mənim sualım texnologiyaya aiddir və trendlərlə bağlıdır. Siz tech bloger olaraq yeniliklər haqqında çoxlu məlumatlar yedirirsiniz auditoriyanıza və bizim üçün maraqlıdır bu trendlər, ümumiyyətlə texnologiya trendlərin arasında hal-hazırda hansı sahələrdir, yəni ki, texnologiyanın hansı sahələri trenddir, yəni ki, hər kəs özünü hara göndərməlidir? Əslində, bəli, çalışırıq ki, məhz trend topiklərə aid olan həm müxtəlif tədbirlər olsun, həm Azərbaycanda, həm məsələn təzəlikcə biz Almaniyada İFA 2024 Berlin tədbirinə qayıtdıq və elə orada müşahidələrimi göstərmək istəyirəm ki, çünki orada baş verən, belə deyim də, o hadisələr, tədbirlər, üstə gəldi o stendlər məhz ən sonuncu texnologiyaları təqdim edən və ən böyük brendlərin, belə deyim, sərgiləri idi. Orada əsas nəyə müşahidə edildi və ümumiyyətlə qlobalda hal-hazırda mövzu nədir? Hamıya məlumdur, bu süni zəkadır. Diş fırçasından tutmuş, avtomobilə qədər, smartfona qədər, böyük cihazlara qədər hər bir şeydə süni zəkanı istifadə etmək istəyirlər ki, məsələn, qeyd elədiyim kimi diş fırçasıdır. Diş fırçası süni zəkanı dəstəyi ilə bizim özümüzdən daha yaxşı dişlərimizi təmizləyir. Məsələn deyirəm bunu. Və yaxud avtomobil məsələn, yaxın illərdə hal-hazırda Tesla şirkəti bunun üzərində işləyir. Hətta bəzi ölkələrdə bu ödəniş əsasında pulsuzdur. Avtopilot, belə deyim də, texnologiyası var. Tesla'nın öz patentləşdirilmiş. Təsəvvür edin ki, sizin avtomobil məhz o süni zəkanın dəstəyi ilə öz-özünə siz avtomobili istifadə eləməyəndə taksiyə çevrilir, bir sərnişin daşıma aparatına çevrilir və özü insanları daşıyır avtonom. Yəni buna doğru gedir. Yəni bir sözlə süni zəka artıq həm uçuş aparatlarını, həm sürüş aparatlarını, həm bütün cihazları daha ağıllı etməyə doğru gedir və hal-hazırda da bütün dünyada danışılan budur. Yəni bəzi adamlar deyir ki, bu şişirdilmiş bir mövzudur. Süni zəka əslində o qədər də böyük təsirə, necə deyirlər, malik deyil, bir bubble'dır, belə deyim də, bir şardır.
lord dildə desək. Amma biz görürük ki, həqiqətən də özümüz belə adi istifadə etdiyimiz toollar, belə deyim, hər hansı bir cihaz və xidmətlər, saytlar ola bilər. Hər birində süni zəkadan istifadə edirik. Adca artıq məsələn mən son yarım ildə ingiliscə nə vaxt özüm e-mail yazmışam yadımda deyil. Atıram, ChatGPT yazır aylıq ödəniş müqabilində və yaxud paraphrasing toollar var və yaxud hər hansı bir hesablamalara ehtiyac olanda bunu dərhal, yəni həmin o süni zəka toolları eləyirlər. Artıq bizim məsələn sayəmizdə müxtəlif proqram təminatları var. Bu Adobe şirkətinin proqramlarıdır. Artıq şəkildə hər hansı bir şey redaktə eləməyə saatlarla vaxt getmir. Sadəcə bir komand düyməsini basırsınız və hər hansı bir məsələn bir əşyanı oradan silir və yaxud tutalım ki, əlavə eləyir və bunu elə eləyir ki, siz təyin eləyə bilmərsiniz ki, məsələn o şəkildə Tariel və ya Xəyalə xanım var idi ya yox idi, yəni mümkün deyil. Mənim üzümü götürüb başqa adamın üzünü də qoya bilər. Yəni bu o qədər hal-hazırda necə deyirlər, həm trend, həm də vacib bir mövzudur ki, bütün dünyada hamı bundan danışır. Mənə bir mövzu həmişə maraqlı olub. Deməli, biz bilirik ki, texnologiya və innovasiya ən sürətli inkişaf edən, yəni sürətinə hər zaman çatmaq istəyirsən və düzdür, bu sahədə çalışmaq maraqlıdır, çünki sürətli inkişafa görə sən də inkişaf edirsən. Amma bu texnologiyalar maraqlı işlərini necə qururlar ki, həm burada belə deyək, bu sürətə çatsınlar, bu hər yerdən informasiya axını gəlir. Bütün saytlardan, telefonumuzdan, abunə olduğumuz bütün belə deyək, xəbər saytları, blog səhifələri və s. və s. Və siz texnologiyalar işinizi necə qurursunuz ki, həm bütün bunları izləyə biləsiniz vaxt nöqteyi nəzərdən və həm də daim aktual ola biləsiniz, yəni aktuallığı çatdıra biləsiniz. Əslində bunun çox sadə bir yolu var. Biz birbaşa həmin o innovasiya texnologiyanı təqdim edən şirkətlərin ən birinci press release-ni alan belə deyim də medialardan biriyik. Birbaşa onların o press release xidmətinə necə deyirlər, məlumat xidmətinə abunəyik ki, onlar bizə məsələn Nvidia-nın hər hansı bir təzə video kartı çıxır. O necə ki Bloomberg-ə göndərir, bizə də göndərir onu dərhal. Yəni bu çox sadədir hal-hazırda və əslində bu mediaların işini çox asanlaşdırır. Eləcə də həm innovasiya sayəsində, həm belə deyim də hardware texnologiya sayəsində də məhz o məlumatları onların özündən almaq olur. Hətta bəzi şirkətlər bunu eləmir. Onu eləməyən şirkətlər varsa, siz rahat şəkildə adını çəkdiyim məsələn Bloomberg Tech-dir, daha sonra TechCrunch-dir və s. Bu böyük və etibar eləyə biləcəyiniz, artıq böyük kütlə tərəfindən belə deyim də təsdiqlənmiş resurslardan istifadə edə bilərsiniz. Yəni burada əslində Amerika kəşf eləməyə ehtiyac yoxdur. Biz özümüzdən uydurmuruq bu yenilikləri və s. Yəni biz də hardansa o məlumatı götürürük və onu necə deyirlər bişirib yerli dildə insanların belə deyim də Azərbaycan dilinə tam başa düşə biləcəyi. Çünki orada məsələ o terminologiya və s. məsələsi var və ən əsası Azərbaycanda marağa səbəb ola biləcək mövzuları tapıb həmin mövzuları biz necə deyirlər bişirib izləyicilərə təqdim edirik. Tutalım ki, robot tost soran mövzusudur. Artıq hamı da istifadə edir və yeni bir robot tost soran çıxanda biz bunun haqqında yazırıq. Çünki insanlar gəlib bunu alacaq, maraqlı da olar. Amma robot it məsələn bizdə çox da aktual deyil. Düzdür, məsələn, hər hansı bir inqilab olanda o sahədə artıq it səndən əməlli başlı danışa bilir və yaxud tullanıb düşür, lap belə necə deyirlər, böyük innovasiyalar qatıb. Onun haqqında danışmaq, amma bir kiçik bir yenilik necə ki, məsələn, smartfon çıxır, S seriyası çıxır, 1, 2, 3 bu mövzular məsələn bizim izləyicilərin maraqlı deyil. Ona görə də əgər bir maraqlı və belə deyim, uğurlu texnoblog yaratmaq istəsə mütləq Azərbaycanda necə deyirlər, kütləni necə qəbul edə biləcəyi mövzusunu dərindən araşdırmalısınız. Və siz dediniz ki, izləyicilərin marağı filan mövzudur, nəyisə prioritetdir, hansı mövzular maraqlı deyil, gündəm deyil. Bəs və trendlərdən də danışdıq. Məhz sizin üçün Tariel olaraq sizin üçün ən maraqlı mövzu nədir? Yəni ki, ən sizin sevimli mövzunuz nədir? Hansını ki, baxmayaraq, yəni ki, kütlə nəyə maraqlıdır? Siz özünüz ən birinci hansı stendlərə yaxınlaşırsınız, hansısa sərgilərdə olanda deyək, ya da ki, özünüz nəyi ən birincisi Google edirsiniz? Əslində mənim öz marağımda olan biraz bu mövzuya marağım olduğu üçün də məhz medtech sahəsidir
ki, mən düşünürəm ki və inanıram ki, dünyada məhz texnologiyanın sayəsində sağalmayacaq xəstəlik qalmayacaq. Buna sadəcə zaman lazımdır və yaxud kimlərinsə necə deyirlər, yəni icazəsi lazımdır ki, bu bütün xəstəliklər məhz belə deyim, həmin texnoloji yeniliklər sayəsində məhz belə deyim, daha belə elmi dərin araşdırmalar əsasında həll olunsun. Buna görə də məhz dərin araşdırdığım şey nədir? Məsələn, kanser xəstəliyinin texnologiya sayəsində niyə hələ də həll olunmaması? Necə ki, əvvəl hepatit və s. kimi xəstəliklər, əvvəl insanlar bundan ölürdülər. Hal-hazırda o xəstəliyin çarəsi var, artıq onu sağalda bilirlərsə, niyə görə məsələn bəzi xəstəliklər hələ də sağalmır? Yəni onların qarşısını almaq olmur. Mənim əsas marağım budur və düşünürəm ki, əslində texnologiyanın insanlara fayda verə biləcək və insanların həyatını dəyişdirə biləcək istənilən mövzu çox maraqlı və necə deyirlər, mənim maraq dairəmə aid ola bilər. Bu dediyim kimi medtechdir və yaxud tutalım ki, insanları acılıqdan, susuzluqdan belə deyim də onların o yaşam tərzini normallaşdırmaq üçün istifadə oluna bilən startaplardır, fondlardır və s. Yəni sırf innovasiya ilə bağlı bunu nəzərdə tuturam. Çünki elə məsələn torpaqlar, elə sahələr var ki, orada su yoxdur. Su yoxdursa nə çörək ala bilirlər, nə yemək və s. Bunu necə həll edirlər? Məsələn, müxtəlif texnologiyalar var. Damcı texnologiyası tutalım ki, adi toxum o səplikdə və onu belə deyim də o inkişafına dəstək olmaq üçün və s. İndi burada belə detallı danışmıram, amma sırf insanların həyatına həqiqətən təsir edə biləcək innovativ texnologiyalar mənim marağımdadır. Yeni bir smartfon çıxır, yeni bir tablet çıxır, yeni bir notebook çıxır. Bunlar standart bir şeylərdir. Onsuz da siz 5 il əvvəlki smartfon istifadə eləsəz belə sizin həyatınızda çox bir şey dəyişməyəcək. Ona görə daha belə necə deyirlər, təsir edici və yaxud tutalım ki, bizim dünyamızda olan heyvan növləri var ki, artıq onların məsələn həqiqətən də sayı azalır, bitir. Necə onları qoruyaq, necə eləyək ki, onlar məsələn daha münbit şəraitdə olsunlar ki, məsələn texnologiyanın sayəsində əslində bununla bağlı çox böyük araşdırmalı məqalələr var. Əsas insan həyatına təsir edə biləcək texnoloji yenilikləri izləyirəm ki, burada da başlıcası məhz medtech sahəsidir. Belə bir sual, gündəlik həyatımıza düzdür, texnologiya sürətlə artıq daxil olub, ChatGPT-dən istifadə edirik, biznes dünyasında ERP sistemlər bizim işimizi rahatlaşdırır və yaxud da ki, gündəlik IoT cihazlar olsun və s. Bundan sonra biz bu səviyyəyə gəlmişik və bundan sonra sizcə hansı texnologiyalar həyatımıza daha sürətlə və həyatımızı dəyişdirəcək şəkildə gələcəklər və onlar nə ola bilər? Məsələn, daha çox sərgilərdə görürsünüz, yeni nələrsə təqdim olunur, amma bu sadəcə pilotdur və ya sadəcə sərgidədir, hələ kütləvi tətbiqi yoxdur, satışda yoxdur və s. Sizcə nə kimi yeniliklər ola bilər ki, həyatımıza həqiqətən təsir eləsin? Ümumiyyətlə, bayaq qeyd etdiyim kimi, süni zəka mövzusu hal-hazırda aktualdır və gələcəyimiz də məhz süni zəka ilə belə yox, belə yəni yaxın olacağı məlumdur və heç kim bunu necə deyirlər, inkar edə bilməz. Əslində elə məsələ də ona gəlir ki, ümumiyyətlə insanın yaşayış tərzi və dünyanın quruluşu dəyişə bilər. Niyə? Çünki artıq burada bizim oturub bu mövzuları müzakirə eləməyimiz, danışmamıza belə ehtiyac olmayacaq. Bizi kimsə əvəz eləyəcək və bu nədir? Texnologiya əvəz eləyəcək. Və 3 dənə robot oturacaq orada. Robot elə qoloqram kimi və yaxud da məsələn də elə kadr kimi bir süni zəka o qədər hal-hazırda var, animasiyalar məsələn. Onlar bizi rahat şəkildə əvəz edəcəklər və inanın ki, fikirlərin məndən də qəşəng ifadə eləyəcəklər və bu mövzuları məndən də dərin. Çünki niyə? Bütün data əllərindədir. Əsas fikirləşirəm ki, insanların həyat tərzi təmiz dəyişəcək. Bu belə deyim də böyük bir yenilik olacaq ki, artıq biz alışdığımız necə deyirlər, işə gedə bilməyəcəyik. Çünki orada belə bizə ehtiyac qalmayacaq. Düşünün ki, məsələn biz media sahəsindəyik. Adi hal-hazırda o qədər rahat toollar var ki, bizim üçün müxtəlif mövzularda, məsələn siz komand verə bilərsiniz ki, mənə bu sayda sözlə, bu mövzuda biraz məsələn deyirəm, bu şirkətə qarşı bir məqalə yaz ver, o 5 dəqiqə sizdədir də və deyəsən ki, bunu bu cür elə. Getdi. Və yaxud bir komand yazacaqsınız ki, belə bir veriliş hazırlayın, podkast, bu mövzular əhatə olsun, bu suallar olsun, cavablar bu yönündə olsun, yenə də hazırlayıb verəcəklər. Yəni ki, düşünürəm ki,
şirkətlərin də eləmək istədikləri əsas nədir? Bax, bayaq bir smartfon brendinin çəkişindən gəldik. Həmən orada süni zəka vasitəsilə siz də niyə biz məsələn şəkil çəkdiniz. O şəklin tam ki arxanızda bir maşın var. O şəklin maşının üstünə basırsınız, onu silirsiniz. Oranı elə göstərir ki, elə bir heç maşın yox idi. Və bahalı bir maşın şəklini götürüb oraya əlavə edirsiniz. Heç bilinmir ki, yəni bu həqiqətən sizin maşında yoxsa sizin deyil. maşın yox. Əlinizin bu qoyun maşını içində oturun və s. Yəni o qədər bunu ical eləyir. Və bu hamısı nədir məsələn? Süni zəkanın əsasındadır. Məsələn, Apple brendi tam ki təqdimat elədi, yeni iPhone seriyası. Orada yenilik nə idi? Məhz Apple Intelligence, süni zəkadır. Amma ya fikir versən hamısı şeyin ona vurur. Məsələn, Honor da o gün təqdim elədi süni zəka, falan brend süni zəka. Amma məsələn Apple brendi məsələn təqdimatından sonra məlum oldu ki, o xüsusiyyət yalnız 3-5 ölkədə istifadə olunacaq. Ona görə insanların ona qarşı marağı azaldı tam ki məsələn bizim ölkələrdə. Düşünürəm ki, süni zəka texnologiyaları məhz hər sahədə, ümumiyyətlə həyatımıza təsir edə biləcək, edə bilməyəcək hər sahədə hər şey dəyişəcək və elə məsələn iş prosesində də artıq sıravi kredit mütəxəssisinə, sıravi məsələn hər hansı bir işçiyə, koordinatora, menecerə ehtiyac olmayacaq. Çünki hər şey planning olacaq, hər şey tasklar veriləcək və elə taskları da özləri yerinə yetirəcəklər. Bir dənə nədir? Onu sustain eləmək lazım olacaq və salam. Və buna görə də bütün elə həyat tərzimiz dəyişəcək və bu düşünürəm yaxın bir 50 ildə olacaq. Ümid edirəm biz onu görəcəyik. Dariyel, biz indi müzakirə etdik bunları. Mənim bir sualım yarandı. Əslində bu texnologiya bəzən biz düşünürük ki, yenə də bu çox uzaqdır və s. amma artıq bizim məişətimizə girir. Yəni ki, hətta bu gün mənim rəfiqəm mənə zəng etdi, böyük bir biznes sahibidir. Dedi ki, bəs sən ChatGPT-ni harda istifadə edirsən? Və biz başladıq sadalamağa. Yəni ki, hiss edirik ki, artıq bizim işimizə çox girib. Yəni ki, onun biznesi tam başqadır, mənim işim çox başqadır. Amma yenə də biz artıq yəni işləyirik və fikir mübadiləsi apardıq. Hətta bir qərarlara gəldik ki, bəzi işçiləri artıq yəni ki sər etmək olar və sadəcə olaraq ChatGPT-nin pullu versiyasını yəni ki artıq istifadə etmək olar. Və mənim sualım nədir? Yəni biz qlobal trendlərdən danışdıq daha çox, amma məni Azərbaycan maraqlandırır. Yəni ki Azərbaycanda trendlər nədir? Biz Azərbaycan olaraq yəni ki, hara fokuslanırıq? Yəni, ola bilsin ki, gənclər nəyə meyillidir? Yəni ki, trend tek baxımından. Çox təəssüf ki, belə deyim də bunu deməliyəm, amma biz sırf texnoloji trendlər baxımından biraz geri qalırıq. Bu istər bizim alıb istifadə elədiyimiz texnoloji məhsullar baxımından, istərsə də iş prosesində, belə iş prosesinin bəli, sırf o prosesə baxanda biz bunu görürük ki, Azərbaycanda elə böyük şirkətlərin bir çoxu hələ də Excel istifadə edir, hələ də belə deyim də o qədər köhnə proqram təminatlardan istifadə edir ki, yenə də nələrsə manual edir. Amma hal-hazırda həmin o problemi həll etmək üçün sadəcə məsələn aylıq $25 ödəyib bunu həll edə bilərlər. Məsələ bundadır. Və amma bəzi sahələr var ki, Azərbaycan məsələn Avropadan da, Amerikadan da öndədir. Bu tutam ki, deyə bilərəm banking sahəsidir. Əgər Avropa və Amerikada siz məhz bankçılıq sahəsində bir təcrübəniz olubsa, siz proseslərin yəni hamısının yox, amma bir çoxunun nə qədər çətin olduğunu görə bilərsiniz. Adi pul göndərmək üçün belə siz əlavə cihaza ehtiyacınız var, nəsə elektron qol çəkməlisiniz, nə bilim hesabdan pul köçürmək üçün, məsələn, və digər proseslər üçün o qədər çətinləşdiriblər ki, bunu ölkədən ölkəyə pul göndərmək. Siz bu mövzuda əziyyət çəkə bilərsiniz. Amma bankçılıq sahəsi məsələn Azərbaycanda çox yaxşı inkişaf edib. Telekommunikasiya sahəsi çox yaxşı inkişaf edib və s. Amma ümumi biz trendlərdən qalırıq. Azərbaycanda hal-hazırda trend topiklər nələrdir və insanlar hələ də yeni kəşf edir və ölkə olaraq biz bu sahəyə belə deyim də məhz qanunvericilik tərəfindən də girişirik. Bu məhz kriptovalyuta sahəsidir ki, artıq ölkədə də bu mövzuda belə deyim də Forsim təşkilatında deyəsən bu sahədə yeniliklər belə deyim əməkdaşlığı, tərəfdaşlığı ola bilər. Bu İqtisadiyyat Nazirliyi əlbəttə ki, artıq o grey zone olmasın. Yəni hal-hazırda o mövzu grey zonedur. İnsanlar kim harda necə eləyir, bilinmir, vergi ödənmir və s. və regulation yoxdur. Bu mövzuya artıq insanların regulationdan sonra sayı da artacaq, istifadə edənlərin və marağı da artacaq. Bu birinci topikdir əlbəttə ki, hansı ki Azərbaycanda hal-hazırda aktualdır.
Bu arada üzr istəyirəm, elan verim ki, Tek Nəsli podkastının bu mövzuda da xüsusi çəkiliş olacaq. Blockchain, kriptovalyuta, onlar nədir, ümumiyyətlə nə üçün istifadə olunur və insanlar nələri bilməlidir, öyrənməlidir. Bununla bağlı bizim podkastımız olacaq. Yəni çox yerində bunu demisiniz. Anons, kiçicik bir anons. Görürsüz, yəni artıq bu topikdə ölkəmizdə trend olduğu üçün siz də bu mövzulara müraciət edirsiniz. Çünki həqiqətən də insanların buna marağı artır və sizin də belə deyim də bir layihə rəhbər olaraq buna da, bu mövzuya da marağınız artır. Bu birinci topikdir əlbəttə ki. İkincisi artıq məhz düşünürəm Azərbaycanda ikinci trend topik nə ola bilər? Bu startaplarımızın da belə finance tech sahəsində startapların çoxalması və bu sahədə də əslində o da yenə də grey zone idi. Fintechlərin regulationu yox idi və fintechlər heç bir lisenziya, heç bir necə deyirlər, qanunvericiliklə tənzimlənən heç bir kağız olmadan öz fəaliyyətlərini davam elətdirdilər və bazara daxil oldular. Amma indi artıq daha məsələn, dövlət qurumu, Mərkəzi Bank qanunverici çıxartdı ki, artıq siz fintech lisenziyası almalısınız və sizin balansınızda bu qədər pul olmalıdır. Siz bu lisenziyaya bu qədər pul ödəməməlisiniz. Yəni insanlar bəzən onu səhv anlayır. Balansınızda bu qədər pul olmalıdır ki, çünki siz insanların pullarıyla necə deyirlər, hərəkət edirsiniz, əməliyyatlar edirsiniz, onların pulları sizə etibar olunur və s. Və bu qərardan sonra zəif və belə deyim də bu işi görmək xəttinə görən şirkətlər öldü. Bəli, bazardan çıxdı və onlar onsuz da heç bir fayda vermirdi. Güclülər qaldı və daha yeni şirkətlər və korporativlər bu sahəyə maraq göstərdi. Düzdür, Azərbaycanda banklar fintechləri daha çox əvəz eləyir. Məsələn, siz bir çox banklarda görə bilərsiniz ki, onların mobil proqramları o qədər yaxşı inkişaf edib ki, heç bəzən fintechə ehtiyac olmur. Amma fintech, financial technology sayəsində, Mərkəzi Bankın son aktivliyi sayəsində həm ölkə olaraq, həm əhali olaraq düşünürəm çox yaxşı bir trend topik olacaq və insanlar bu mövzuya daha çox müraciət eləyəcək. Belə ümumi üçüncü topik isə süni zəkadır. Çox təəssüf ki, dediyim kimi, çox belə ağır toollar istifadə eləməliyik. Məsələn, bir çox ölkədə, Avropada, Amerikada, bir çox sahədə süni zəkaya əsaslanan proqram təminatları alınıb, insanlara təqdim olunur. Burada yenə bankları deyəcəm ki, məsələn, banklar artıq bilirsiniz, bankların müştəriləri çox olur, milyonlarla insan olur, çünki hamının kartı var. Və həmçinin də telekommunikasiya şirkətləri. Artıq onlar insanlarla kommunikasiya üçün, onların problemlərini həll etmək üçün və ümumiyyətlə də əlaqə üçün süni zəka botlar, robotlar, toollardan istifadə edirlər. Çünki böyük dataları var. Böyük datalar var və o robotu Azərbaycan dilində çox təəssüf ki, bir data bazı olmadığına görə özləri öyrədib, həmən o robotun, məsələn, mənim bir bank kartım bloklanıbsa, siz Messengerdən filan bir bank açayım, yazırsınız, o bankın botu gedir, sizin kartınızı blokdan çıxardıb qayıdır. Və sizə deyir ki, bir dənə öz məlumatlarınızı, məsələn, fininizi verirsiniz, o başa düşür ki, filan kart blokdadır. Və yaxud deyir ki, mənə kredit lazım, o deyir ki, okey, baxır, gedir MKR özü yoxlayır, sabah deyir ki, gedin Nizami filialından götürün. Bu əslində çox yaxşı bunu vurğulayırsınız. Əvvəllər bizdə belə bir fikir vardı ki, bot olduğunu düşünəndə insan davam etmək istəmirdi ki, bunun mənə nə dəstək dəyəcəkdir. Artıq yəni o qədər inkişaf var ki, artıq bot insanı, yəni operatoru əvəz edə bilir. Çünki o əvvəlki botda necə idi? Sizdə orada kolumnar var idi. Məsələn, hazır cavablar, salam, salam filan kəs, necəsən? Və beləcə şablon cavablar gedir. Artıq söhbət ağırlaşdıranda verirlər operator. Amma indi operator vermirlər. Əksinə, məsələn, mən bilirəm ki, bir dənə bank var, o operatorların sayını azaldıb xeyli şəkildə bəs bu bota görə. Hansı ki, bu bot hal-hazırda insanların sadə olsa da problemlərini həll edə bilir. Və məsələn, dediyim kimi, kart bloklandı, kredit istəyirəm və yaxud tutalım ki, mənim kartımdan pul çıxıldı, səbəbini soruşur, o da ona verir ki, məsələn, transaksiya məlumatlarını verir. Tutalım ki, sizin Apple-dan, məsələn, iTunes-dan bu qədər pul çıxıb, o deyir, hə, uşaq eləyib bir. Məsələn də, başa düşür ki, buna görə çıxıbdır. Belə, məncə düşünürəm, 3 əsas hal-hazırda trend topiklər bunlardır. Və mən sonuncu sualımı vermək istəyirəm. Bilirəm, çox yorduq və birdən-birə suallar üzərinizə gəldi. Bu sahədə danışırsınız, indi bizi dinləyən gənclər olacaq və onların da ağlına keçəcək ki, mən də texnobloger görəsən olum, olmayım, niyə olum və ya olmaq istəyirəm, hardan başlayım. Ümumiyyətlə, gənclər, bu sahəyə marağı olan şəxslər, gənc olmaya da bilər, artıq texnologiyanın nə vaxtsan yaşı yoxdur. Nə etməlidirlər, hardan başlamalıdırlar? Bu suala istəyərdim ki, sonuncu sualınız da sırf dinləyicilərimiz üçün gəlsin ki, necə davam edə bilərəm? Maraqlı sualdır, bu da son sual olaraq.
Ümumiyyətlə biz də çalışırıq ki, insanlara aşılayaq ki, baxın bu sahə var, bu sahə çox sürətlə inkişaf eləyir, bu sahədə çox yaxşı pul var və siz bu Əsas sahəyə budur. gəlməsə, Bu sahədə qazanmaq mümkündür. Qazanmaq mümkündür. Çünki niyə? Məsələn, fikir verirsə müxtəlif mövzulu bloqlar var. Beauty, yemək və s. Və onlar çox qısa zamanda böyük kütləyə çıxa bilirlər və sayı da ona görə də çoxdur. Amma texnoloji, innovasiya mövzusu o qədər nişdir ki və siz burada keyfiyyətli bir orta bir kütləviz olsa 10 min, 5 min, 20 min artıq bütün texnoloji brendlər sizdən işləməyə hazır olurlar. Yəni məsələn təsəvvür eləyin ki biz Almaniya sərgiyə getmişik. Oradan 3 dənə brend bizə pul verir ki, onların oradakı stenddən biz Azərbaycanlı izləyicilərə belə deyim, kontent göstərək, son yenilikləri göstərək. Əvvəl bu sadəcə bir xəyal idi ki, bir Azərbaycanlı getsin həmin tədbirə və Azərbaycanlı gəlsin Azərbaycan dilində həmin texnoloji brend ona pul versin, onda o brendlər haqqında danışsın, texnologiyalar. Bu sahə çox belə deyim, sürətlə inkişaf eləyir. Bu sahə çox yaxşı ödəmələr ala bilərsiniz bu sahədə. Çünki texnoloji brendlər çox qazandığına görə hal-hazırda. Yəni bu dəqiqə ən böyük şirkətlər texnoloji şirkətlərdir. Onlar rahat şəkildə ödəmə eləyə bilirlər. Yəni belə bir məsələ var. Mən bunu nə vaxt hətta belə özümə sübut elədim. Nvidia şirkəti gəlib bizə məqalə sifariş verəndə onların elə ki ingiliscə çox ağır məqalələri var idi. Hansı ki termin və s. baxımından heç bir belə deyim də translation şirkəti və s. çətini çəkirdi. Bu mövzuda olan adam eləməli idi. Bizim komanda məsələn onu elədi verdi. Başa düşdük ki, bu brendlərə Azərbaycan vacib olmağa başlayır artıq yavaş-yavaş. Başlamaq baxımından hardan başlaya bilərsiniz? Yəni sosial media hər kəs üçün pulsuzdur. Mütləq öz maraq dairənizə aid olan texnoloji yenilikləri, məhz Azərbaycanlı belə deyim də gənclərə, kütləyə maraqlı ola biləcək mövzulara birləşdirib sadəcə insanlara danışmağa başlayın bunun haqqında. Və əmin ola bilərsiniz ki, digər məsələn sahələrdə bir bloq yaratsa, əgər siz orada 1 il, 2 il sonra pul qazanacaqsınızsa, burada 5 aydan sonra başlayacaqsınız, rahat başlayacaqsınız. Ən azından biz məsələn həm özəl şirkət tərəfindən, həm də dövlət qurumları tərəfindən hətta belə deyim, dəstək görürük ki, siz çox yaxşı iş görürsünüz, gənclərimizi faydalandırırsınız. Baxın, biz sizə də dəstək olmaq istəyirik. Məsələn, bəlkə sizə bir avadanlıq alaq verək, bəlkə sizə ofisdən təmin eləyək, bəlkə nə bilim komandavızı böyüdəsiz və s. internlər verək və s. Yəni bu mövzuya da maraq var dövlət tərəfindən də, ölkə şeyində kapsamında çox böyük maraq var. Ona görə mütləq başlayın, amma fikirləşməyin ki, dərhal professional olmalıdır, dərhal necə deyirlər, eyni Tedroy çəkdiyi kimi, Tarel çəkdiyi kimi, yox, elə bir şey yox. Perfeksionist olmağa ehtiyac yox. Hər sahədə olduğu kimi balaca bir telefonunuz olsun. Çəkin, qoyun, mütləq ki, əgər məlumat doğrudursa və faydalıdırsa, hər kəs sizi bəyənib, necə deyirlər, izləyəcək. Çox sağ olun. Tarel, mənim off the record bir sualım var. Siz bloger olaraq mən baxıram ki, siz smartwatchdan istifadə etmirsiniz. Nəyə görə bəs? Mən ümumiyyətlə çalışıram ki, gündəlik həyatımda iş prosesindən əlavə, yəni iş prosesində biz onsuz o qədər məsələn burada hal-hazırda studiya olduğu qədər bizim də belə texnoloji avadanlıqlar və s. Az istifadə edeyim. Çünki bilirəm ki, bunun faydalı tərəfi varsa, biraz da ziyan tərəfi var. Məsələn, mən çox sadə belə klassik kolleksiya, saat kolleksiyası var, onu taxıram məsələn. Onlardan istifadə edirəm. Çünki saatın yenə də fikirləşməm əsas məqsəd nədir? Bu saatı görmək. Saat vaxt göstərir. Onsuz da o notificationlar və s. telefon bütün gün əlimizdədir. Maşına minsən, qoşulur ekrana, orada görürsən notificationları, hər şey orada açsan. Saatdır, daha sonra əlavə cihazlardır məsələn. Hətta ağıllı nə bilim o qədər cihazlar var ki, qolbaqlar və s. heç birini istifadə eləmirəm açığı. Və əmin ola bilərsiniz ki, studiyamızda 5-10 dənə brendin elə saatı var ki, bizə hədiyyə göndərə bilər ki, bunu çəkin, sizdə olsun. Hamısını hədiyyə verirəm. Ona görə. Çox sağ olun. Siz də sağ olun. Təşəkkür edirik Tarel, maraqlı söhbətə görə. Biz də bugünkü podkastımızın sonuna gəldik. Bizi izləyən hər kəsə üçün təşəkkür edirik. Və sonda bildirmək istəyirəm ki, bizim növbəti podkastlarımızda əgər dinləyicilərimiz yeni mövzular, onları maraqlandıran istiqamətdə olan topiklər görmək istəyirlərsə, bizə yaza bilərlər kommentlərdə. Bizə yazın, fikirlərinizi bildirin, maraqlı qonaqlar sizin ağlınıza gəlirsə, onların adlarını da yazın, dəvət edək, sorğu-sual edək onları. Çox sağ olun. Sonda bir daha qeyd etmək istəyirəm ki, Tek Nəsli podkastına 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin
və Women in Tech şirkətinin birgə təşkilatçılığı ilə baxırsınız. Sağ olun. sağ olun.